İzləyicilər, bu günləri bizim həqiqətən gecəsini gündüzə qatan hər zaman xəstələrimizin və bu gün 44 gün vətən müharibəsində də gecəni gündüzə qatıb qazilərimizin dəstək olan sağlamlığının həyata qayıtması üçün bax hal-hazırda bir qazimiz də yanımızdadır. Bax həkimlərə biz təşəkkürümüzü bildiririk. Hər zaman haqqı boynumuzda olan insanların yanında olmağa çalışırıq. Çünki haqları boynumuzdadır. Bugün haqları boynumuzda olan ana, atalarımız və bu günləri başda şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız və bu gün də doktorlarımızın peşə bayramıdır. Dəyərli doktorlar, sizin peşə bayramınızı təbrik edirəm. Allah sizin kimi doktorlara can sağlığı versin ki, bu gün həqiqətən az, belə deyim də, gələndə 3-4 nəfər doktor, ancaq xəstələrimiz çox. Bir gün ərzində evlə xəstələr olur. Siz, yəni evlə belə deyim də, yorğunçuluq, ancaq yenə də öhdəsindən gəlməyi bacarırsınız. Elə istərdim ilk öncə bizim Asif doktordan söz götürək. Bir dənə kəlmə. Bayramımız mübarək. Buyur. Bayramımız mübarək, qardaş. Bayramımız mübarək, hamının bayramı mübarək. Var olasan, təşəkkür edirəm. Qazi qardaşım, bu günləri 44 gün vətən müharibəsində, bax bu doktorlar siz ön cəbhədə vuruşurdunuz, arxa cəbhədə də bunlar. İstərdim bir qazi kimi bir iki kəlmə. Allah doktorlarımıza da sağlık versin. Allah köməklər olsun, var olsunlar ki, sağ olsunlar ki, yəni həmişə bizlərin yanında olurlar, sağlamlığımıza qoşmasın, bizlərə böyük dəstəklər olur. Döyüş bölgəsində də, arxa cəbhədə də, burada da hər zaman yəni diqqət və qayğılarında yəni əsirləməyiblər bizə. Hər zaman gəlmişik, yəni necə lazımsa yəni xidmətimizlərdir. Çox sağ olun. Sağ olsunlar, var olsunlar. Bayramlardan mübarək olsun. Ramiz doktor, buyur. Təbrik edirik, Qorxusu. təşəkkür edirik. Bizə belə Dəstək olsun. qiymət verirsiniz, dəyər verirsiniz, bugünkü günü qeyd edirsiniz. Bizi xatırladıbsınızsa, Allah sizi də xatırlatsın. Demək, həkimlik peşəsi, həkimlik sənəti elə belə bir müqəddəs bir missiyadır. Biz ki, bu insanlar xalqın xidmətindədirlər, xalqın demək, ən çətin məqamlarında yanlarında olurlar və əllərindən gələn 24 saat müddətində çalışırlar onlara, kömək eləsinlər, sağlamlığına ən müqəddəs bir sağlamlıqdır. O sağlamlığın qayrında, keşiyində qalırlar və yorulmadan çalışırlar. Mən öz növbəmdə bəli, həkimlərimizi